Salam müəllimlər. Mən bu gün sizə impulsa aid maraqlı və bir qədər də çətin tipli sualların izahını verəcəm. İzaha keçməmişdən öncə nəzərinizə çatdırım ki, MİQ və sertifikasiya qruplarına qeydiyyatımız davam edir. Maraqlananlar, qeydiyyatdan keçmək istəyənlər 055 841 61 11 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Keçək sualın izahına. Sualda bizə deyilir ki, üfüqi və sürtünməsiz yolda 20 metr/saniyə sürətlə hərəkət edən cismə hərəkət istiqamətinə tərs yöndə F qüvvəsi 10 saniyə təsir edir. Cismin tərs yöndə sürəti 10 metr/saniyə olur və buna görə də F qüvvəsinin böyüklüyü neçə newtondur? Gəlin müəllimlər, ilk öncə biz bir X oxu seçək. Həmin X oxunu mən sağa doğru seçirəm. Deməli, və hərəkət istiqaməti mənim bu X oxu istiqamətindədir və bu X oxunun əksi istiqamətində cismin sürəti olur 10 metr/saniyə. Və həmçinin hərəkət istiqamətinə əks istiqamətdə cismə bir F qüvvəsi təsir edir. Bunun üçün gəlin impulsun dəyişməsini yazaq. Delta P bərabərdir. F vurulsun T olmalıdır. Delta P nə deməkdir? Deməli, son impulsdan başlanğıc impulsu mən çıxmalıyam. FT-yə bərabər etməliyəm. Mənim son impulsum cismin 5 kiloqram vurulsun 10 metr/saniyə olan impulsdur. Deməli, son impulsum mənim seçdiyim X oxunu istiqamətinin əksi istiqamətindədir. Deməli, o mənfi bir qiymət alır. Daha doğrusu, sürət burada olacaq mənfi. Hərəkət istiqamətinə əks istiqamətdədir. Deməli, onda olur mənfi MV çıxılsın. Başlanğıc sürətim 20 metr/saniyədir. Deməli, yenə MV şəklində olur. MV0 şəklində bərabərdir. F vurulsun T və qüvvəm də hərəkət istiqamətinin əksinədir. Ona görə qüvvəni də yazacağım. Mənfi F vurulsun T şəklində. Gətirək qiymətləri yerinə yazaq. Mənfi 5 vurulsun 10 çıxılsın 5 vuraq 20 bərabərdir. Mənfi F vurulsun. Zaman nə qədərdir? 10 saniyə. 10 saniyəni də yazaq yerinə. Mən buradan alıram ki, mənfi 150 bərabərdir. Mənfi F vurulsun 10-a və buradan alıram ki, qüvvə 15 newtondur. Deməli, cavab olur D variantı. Keçək növbəti sualın izahına. Sualda bizə deyilir ki, sürtünmənin olmadığı bir ortamda kütləsi 4 kiloqram olan cisim 100 metr/saniyə sürəti ilə üfüqə nəzərən bucaq altında atılır və buna görə yerə düşənə qədər keçən zaman müddətində cismin impuls dəyişməsinin böyüklüyünü tapın. Deməli, əziz müəllimlər, bizə verilən bu sürət cismin başlanğıc sürətidir. Mən bu cismin sürətini iki toplanana ayırmalıyam. Deməli, bir olmalıdır X oxu üzrə olan toplanan, bir də olmalıdır Y oxu üzrə olan toplanan. X oxu üzrə olan toplanan olur V vurulsun, daha doğrusu V0 vurulsun, kosinus 37 dərəcə və buradan alıram ki, V0 vurulsun, kosinus 37 dərəcədə V0 100-dür. Kosinus 37 dərəcənin qiyməti sinus 37-də əgər 0,6-dırsa, kosinus 37-də 0,8-dir. Deməli, mən buradan alıram ki, bu sürət 80 metr/saniyə sürətidir. Deməli, indi mən Y oxu üzrə olan sürəti də, yəni VY-i də tapmalıyam. VY-i tapmaq üçün də yazıram. V0 vurulsun sinus 37 dərəcə. Və bu da V0 100-dür. Sinus 37 dərəcədə 0,6-dır və buradan alıram ki, bu 60 metr/saniyə sürətidir. Gəlin həmin sürəti sadə şəkildə yazaq. Deməli, olur 60 metr/saniyə sürəti. Deməli, cisim üfüqə nəzərən bucaq altında atılarsa, həmin cismə sürtünmənin olmadığı bir ortamdırsa, o cismə təsir edən yalnız ağırlıq qüvvəsidir. Mən impulsun impulsun dəyişməsini yazanda yazmalıyam. Delta P bərabərdir. F vurulsun T. Deməli, mənim burada qüvvəm ağırlıq qüvvəsidir. mg-dir. Onda mənim düsturumun ifadəsi gəlib bu şəklə alır. mg vurulsun T şəklini.
Deməli, mən burada T müddətini, yəni cismin yerə çatana qədər o uçuş müddətini tapmalıyam. Uçuş müddətini də biz bilirik ki, bu şəkildə yaza bilərik. T uçuş bərabərdir 2VY bölünsün J şəklində. Və mən buradan aldım ki, VY nəyə bərabər oldu? Oldu 60 metr böl saniyə bölünsün 10. Və buradan alıram ki, həmin keçən zaman müddəti 12 saniyədir. Qiymətləri gətirib yerinə yazsam, impuls dəyişməsini tapa bilərəm. Kütlə mənə verilib 4 kiloqram, J-ni bilirəm 10-dur. Keçən zaman müddəti də 12 saniyədir. Və buradan alıram ki, impuls dəyişməsi 480 kiloqram vurulsun, metr bölünsün saniyə olur. Cavab olur C variantı. Keçək növbəti sualın izahına. Növbəti sualda bizə deyilir ki, kütləsi 20 qram olan bir cisim 400 metr böl saniyə sürətlə X müstəvisinə çarpdıqdan sonra şəkildəki kimi 300 metr böl saniyə sürətlə hərəkət edir. Cisim ilə həmin o müstəvi arasındakı deməli o etkinləşmə, yəni o dəymə hissəsi 0,1 saniyə baş verdiyinə görə həmin düzləmin deyir cismə uyguladığı qüvvətin böyüklüyü neçə newtondur? Yəni biz impuls dəyişməsinə əsasən qüvvəni tapmalıyıq. Bunun üçün də biz sürətdə necə yazırdıq? Nisbi sürəti necə tapırdıq? Nisbi sürəti tapanda sürətləri başlanğıcını eyni bir nöqtəyə gətirirdik. İmpuls da sürətlə əlaqəli olduğu üçün biz həmin cisimlərin də impulsunu tapdıqda o cismin impulslarını da eyni bir nöqtəyə gətirməliyik. Biz baxırıq ki, 400 metr böl saniyə sürətlə hərəkət edən cismin impulsunun istiqaməti verilib sağa doğru, digər isə 300 metr böl saniyə sürətdə sola doğru. Mən həmin o sürəti, cismi, daha doğrusu hərəkətini köçürürəm, baxın bu istiqamətə. Bu istiqamətdə deməli olur 400 metr bölünsün saniyə sürəti ilə həmin cisim hərəkət edir. Və mən buradan impuls dəyişməsini tapsam, yazıram delta P bərabərdir. P çıxılsın P0. Deməli, bunun başlanğıc sürəti 400 metr böl saniyə olan sürətdir. Mən P-dən P0-ı çıxanda, bəs yaxşı, vektor bilirik ki, impuls dəyişməsi vektorialdır. Mən vektoru necə göstərməliyəm, hansı istiqamətə göstərməliyəm? Həmişə vektor işarəsi çıxılandan azalana doğru yönəlir. Deməli, mənim onda vektorum, baxın, bu istiqamətə impuls bir dəyişməm, daha doğrusu bu istiqamətə olur. Gəlin qramı da keçək kiloqrama. 20 qram deməli olur 0,2 kiloqram. Və mən buradan impuls dəyişməsini tapa bilərəm. İmpuls dəyişməsi Pifaqora əsasən tapılsa, deməli delta P bərabərdir. Kök altında buradan birinci növbədə impulsu tapaq, sonra hesablayaq. Deməli, bu cismin impulsu 400 vurulsun. İlk başlanğıc P0-ın impulsu deməli olur P0 bərabərdir mV0. Deməli, buradan da alıram ki, mən 0,2 vurulsun 400 və alıram nə qədər? 8 kiloqram vurulsun metr bölünsün saniyə. Digər P-ni isə yazaq. P-ni yazanda mV yazmalıyıq və kütlə bizə verilib 0,2 vurulsun. Sürət də nə qədərdir? 300. Mən buradan alıram ki, 6 kiloqram bölünsün metr, bu daha doğrusu vurulsun metr bölünsün saniyə. Deməli, bu hissədə mənim olan impulsum 6-dır. Bu hissədə olan impulsum 8-dir. Mən Pifaqor teoremindən istifadə edərək impuls dəyişməmi tapa bilərəm. Delta P nəyə bərabərdir? Delta P bərabərdir. Kök altında 6-nın kvadratı, üstə gələk 8-in kvadratı. Və buradan da alıram ki, mənim impuls dəyişməm 10-dur. Deməli, indi mən tapmalıyam qüvvənin böyüklüyünü, deməli, qüvvənin qiymətini. Qüvvənin qiyməti də nəyə bərabərdir? Delta P bərabərdir. F vurulsun T. F vurulsun T-dən də alıram ki,
qiymətləri yerinə yazsam, yazıram 10 bərabərdir. Qüvvəni bilmirəm, qüvvəni tapmalıyam. Keçən zaman müddəti 0,1 saniyədir. Olsun 0,1 saniyə. Və buradan alıram ki, F qüvvəsi bərabərdir 100 Newton. Cavab olur A variantı. Keçək növbəti sualın izahına. Sualda bizə deyilir ki, 2 kiloqram kütləli cisim divara şəkildəki kimi 5 metr böl saniyə sürətlə çarpdıqdan sonra yenə 5 metr böl saniyə sürətlə hərəkət edir. Buna görə cismin impuls dəyişməsinin böyüklüyünü tapın. Deməli, müəllimlər, bizim belə bir düsturumuz var. Həmin düstur bu şəkildədir. Deməli, biz yazırıq delta P bərabərdir 2 mv sinus, məsələn, alfa. Bucaq neçə dərəcə verilibsə o. Və yaxud da yazırıq delta P bərabərdir 2 mv kosinus alfa. İndi gəlin bu düsturları biz çıxardaq. Deməli, biz 2 kiloqramlıq kütləli və 5 metr böl saniyə sürətli cismin impulsunu müəyyən edək. Bu cismin həm X oxu üzrə, həm də Y oxu üzrə bir impulsu var. Gəlin həmin impulsları yazaq. Deməli, X oxu üzrə olan impulsu yazaq bir Px. Y oxu üzrə impulsu da yazaq Py. Və bucağı da göstərək. Deməli, bu bucaq əgər 37 dərəcədirsə, qarşılıqlı bucaqlardan onda bu bucaqda olur 37 dərəcə. Bucağı da qeyd eləyək. 37 dərəcə. Və gəlin həmin bu impulsu da, son impulsu da yenə vektorlara ayıraq. Bu da olur Px, bu isə olur Py. Deməli, biz hər bir ox üzrə, həm X oxu üzrə, həm də Y oxu üzrə impuls dəyişməsini yazmalıyıq. Necə yazarıq? Və burada da bucağı göstərək. Burada da bucaq, deməli, əgər burada 37 dərəcədirsə, yenə qarşılıqlı bucaqlardan bu bucaqda 37 dərəcədir. Baxın, bu bucaq. Deməli, onda biz yazırıq. Delta ümumiyyətlə impuls nəyə bərabərdir? İmpulsa yazırıq, yəni P bərabərdir mv. Baxırıq burada. Delta Px-i yazsaq. Delta Px bərabərdir. Delta Px, deməli, baxın, bir bu istiqamətə sağa var impulsum. Bir də bu istiqamətə sola impulsum var. Deməli, mən onda delta Px-imin və Py-imin bucaqla əlaqəli impulsunu yazmalıyam. Deməli, əgər bucaqdırsa, bucağa bitişik impuls olur nə? mv kosinus 37 dərəcə. 37 dərəcə. Bucağın qarşısındakı olur mv sinus 37 dərəcə. mv sinus 37 dərəcə. Deməli, onda delta Px olur. Mən bu hissədə bucağı düzgün göstərməmişdim. Həmin hissənin bucağını göstərirəm. Deməli, bu bucaq əgər 37 dərəcədirsə, onda onun qarşılıqlı bucağı, baxın, bu bucaqdır. 37 dərəcə. Deməli, onda Px bərabərdir mv sinus 37 dərəcə. Py də bərabərdir mv kosinus 37 dərəcə. Çünki bucağa bitişik toplanan olur kosinusla, bucağın qarşısındakı toplanan olur sinusla. Baxın, daha doğrusu delta P yazmayaq, bunlara P yazaq. İndi mən delta P-ni tapsam, impuls dəyişməsini, delta Px-i tapaq. Delta Px-i tapanda, deməli, impuls dəyişməsini yazmalıyam. Px çıxılsın mənfi Px. Və yaxud Px1, buna da yazaq Px2. Deməli, baxın, bu istiqamətə olan impuls digər impulsun əksinə olduğu üçün çıxaq mənfi işarəsini nəzərə almalıyıq. Və buradan alıram ki, 2
P x-ə bərabərdir. Px-in qiymətini nə yazmışdım? MV sinus 37. Deməli, onda mənim ifadəm olur 2MV sinus 37 dərəcə. Baxın, o düstur buradan çıxarılır. Bəs delta PY nəyə bərabər olur? Delta PY bərabərdir. Hər iki PY oxu üzrə olan impulsun qiyməti, daha doğrusu qiyməti, istiqaməti eyni istiqamətli olduğu üçün onlar çıxılacaq. Onlar çıxılanda 0 olur. Deməli, PY1, məsələn 2 və yaxud yazaq, çıxılsın. PY1 bərabərdir 0. Bunlar oldu 0. Deməli, Y oxu üzrə impuls dəyişməsi yoxdur. Yalnız X oxu üzrə impuls dəyişməsi var. Və gəlin həmin qiymətləri biz yerinə yazaq, impuls dəyişməsini hesablayaq. Deməli, onda olur mənim delta PY, daha doğrusu X-im bərabərdir. 2 vurulsun. M-in yerinə kütlə nə qədərdir? 2 kiloqram. V-nin yerinə sürət nə qədərdir? 5 vurulsun. Sinus 37 dərəcədə qiymət nə qədərdir? 0,6. Və mən buradan alıram ki, 4 vurulsun 3-dən 12 kiloqram vurulsun metr bölünsün saniyədir. Cavab olur C variantı. Deməli, mənim impuls dəyişməm 12 kiloqram vuraq metr bölünsün saniyədir. Hər kəsə uğurlar arzulayıram müəllimlər. Növbəti dərsdə görüşənədək.